İlkin mərhələdə biz mütləq bu cür budamalıyıq. Burada məqsəd toxum yetişdirmə prosesinin qarşısını almaqdır. Budama hazırdır. Budama əməliyyatından sonra yaxşı olar ki, gübrəni istifadə etməmişdən qabaq ilk öncə bura 1 litr su verək. Bunu etməkdə məqsədimiz gübrələr bitkinin köklərini zədələnməsin. Yəni bu məqsədə əvvəlcə su veririk ki, torpaq nəm olsun. Amma çox vermək də olmaz. Fosfor, kalium tərkibli gübrələrdən istifadə edək. Yaxşı olar ki, kompleks şəklində, məsələn, monokalium fosfatdan istifadə edə bilərsiniz. Bunun adı 52-34 kimi də səslənir. İndi biz hazırlayırıq. 10 litr üçün 10 qram qatırıq. Sonra da 200 litr bu gübrəli sudan istifadə edirik. Bugünlük bu qədər. Hörmətlər.